Ramazan orucunun niyyəti hər gecə edilməlidir, yoxsa əvvəldə bir dəfə edilsə bəsdir? İxtilaflı məsələdir. Birinci növbədə Ramazanın, əgər insan deyək ki, yaşadığı yerdə Ramazanın birinci günü niyyət edir və davamiyyətli şəkildə səfərsiz və kəsinti olmadan oruclarını davam edirsə, bir çox alimlər buyurur ki, bir dəfə niyyət Ramazanın başında kifayətdir ki, Ramazanın sonuna qədər bəs edir. İlla ki, insan səfərə gedər, arada deyə bir gün, 2 gün, 3 gün, 5 gün fasilə verərsə, yenidən niyyət etməsi vacibdir. Və yaxud xəstələnər, oruç tuta bilməz bir neçə gün, ona görə yenidən başlayarkən niyyət etməsi vacibdir. Bəzi alimlər deyirlər ki, hər gün niyyət olmalıdır. Ancaq bir çox alimlərin səhih gördüyü rəy odur ki, Ramazanın əvvəlində niyyət etsək, sonuna qədər kifayətdir inşallah. Və niyyət də dillə yox, qəlblə, insan onu qəlbindən keçirərsə, artıq kifayət edər.